Əməkdar artist Elza Seyidcahan axşamaza bildirib ki, ATV kanalı ilə məhkəməmiz davam edir. Bundan sonra belə edəcəyəm. Mənim sənətimi təhqir edən hamını məhkəməyə verəcəyəm, qanun qarşısında cavab verəcəklər. Müğənni bildirib ki, tək kanalı yox, bir neçə sənət adamını da polisə şikayət edib. Onları bağışlamaram, onlar tək məni yox, mənə ad verənləri təhqir edirlər. Mənim şeirlərimi başa düşməyə bilərlər, amma onu təhqir etmək olmaz. Bir çox sənət adamını da polisə şikayət etmişəm. Onlar polis idarəsində məndən üzr istəyiblər, bağışlamışam. Amma bəzilərini bağışlamadım və məhkəmə prosesi gedir. Qeyd edək ki, Elza Seyidcahan şeirinin kanalda verilişlərdən birində təhrif edildiyini deyərək onları eyni zamanda meyxanaçı Vüqar Əbdülovu məhkəməyə verib. Mən bilmirəm, indi bu nə dərəcədə doğru bir addımdır, doğru bir qərardır. Bəli, vətəndaş kimi haqqı, hüququ var. Amma illərlə eyni camianı paylaşdığın, eyni necə deyərlər, çevrədə olduğun insanları günün birində polisə, məhkəməyə vermək təbii ki, yanlış bir şeydir, doğru deyil. Və o ki qaldı, mənim şeirlərimi başa düşməyə bilərlər. Biz anladıq, sadə vətəndaşıq. Biz, nə bilim, şair deyilik, yazıcı deyilik, amma Azərbaycanda bu qədər istedadlı qələm adamları var, yəni sırf şeiriyyatdan danışıraq. Biz başa düşmədik də. Onların biri hansısa biri bunu başa düşübmür. Bax, bu da bir maraqlı bir sualdır. Hər halda, o ki qaldı fəxri ad məsələsinə, yeri gəlmişkən bir məsələni deyim. Elza Seyidcahan bəstəkardır, amma əməkdar artist eyni zamanda, yəni onun fəxri adı ona bəstəkarlığına görə verilməyib. Yəni müğənni kimi verilib. Çünki Azərbaycanda heç bir bəstəkar, əməkdar artist fəxri adı daşımır. Yəni bu, belə bir təsisat yoxdur. Bəstəkar əməkdar mədəniyyət işçisi ola bilər. Məsələn, Rauf Məmmədov çox kifayət qədər yaxşı tanınan əsərlərin bəstəkarıdır. Hətta Elza Seyidcahandan da çox mahnıları, o mahnılarından da çox tanınır. Zeynəb Xanlarova uzun illər o mahnıları oxuyub. Və yaxud da əməkdar incəsənət xadimi, Allah rəhmət eləsin, Nailə Məmmədli. Və yaxud da xalq artisti ola bilər bəstəkar. Məsələn, Aygün Səmədzadə, Eldar Mansurov, Faiq Sücəddinov və s. və ilaxır. Amma mən başqa bəstəkar, əməkdar artist olan bəstəkar bilmirəm. Yəni, bəstəkarlıqda əməkdar artist, yəni mən ən azı eşitməmişəm və bilirəm ki, bu dəqiq belədir. Ən azından, yəni, olsaydı indiyə qədər başqa bir belə bir adam eşitmiş olardıq.